National Prime Hospital, oftalmologiya, endoskopik plastik estetik cərrahiyyə, ortopediya və travmatologiya, nevrologiya, neyrocərrahiyyə, ümumi və bariatrik cərrahiyyə, qulaq, burun, boğaz və baş boyun cərrahiyyəsi, gastroenterologiya, urologiya, ginekologiya və ailə planlaşdırılması xidmətimizdədir. Salam, sabahınız xeyir olsun. Həkim Sən verilişinə baxırsınız. Estetik, plastik və rekonstruktiv cərrah Sevinç İbrahimova studiyamızın həkim qonağıdır. National Prime Hospitalda fəaliyyətini davam etdirir. Buyurun, müraciətlərinizi edə bilərsiniz. Sevinç xanım, xoş gördük. Xoş gördük. Necəsiz? Yaxşı, siz necəsiz? Necə gedir işləriniz? Yaxşı, çox sağ olun. Bu üzgərmə əməliyyatları biz dedik ki, estetik prosedurdur, amma yaşlanmanın qarşısını ala bilməz. Sadəcə hansı yaşda doğru olar ki, biz müraciət edirik? Bu sualın müzakirəsini keçən verilişimizdə etdik və düşünürəm ki, xanımlar, hətta bəylər belə zamanında bu estetik prosedurlara, hətta əməliyyatlara gedəcək. Çünki reabilitasiya dövrü də aparılan əməliyyatlardan asılı olan bir müddəti alır. Məhz ona görə doğru həkimi, doğru ünvanı seçmək lazımdır. Bu arada bir daha xatırladım. Bilirsiniz ki, ölkədə estetik, plastik və rekonstruktiv sahədə bəlli sayda, 42 sayda həkimlərin iş fəaliyyətinə icazə verilir, sertifikasiyası var və o həkimlərin sırasında Sevinç İbrahimova var. Ona görə böyük rahatlıqla güvənə bilərik. Çünki bilgili həkimdir, praktikası zəngindir, çox gözəl, fəsadsız inşallah ötüşəcək, bundan sonraki əməliyyatların da şahidi olacaq və bugünə qədər var olan əməliyyatları da nümayiş etdiririk. Siz də görüb şahidi olun. Varsa belə bir istəyimiz, müraciətlərimizi National Prime Hospital'a edək. Xoş gördük bir daha. Xoş gördük. Demək, yaş artdıqca toxumalarımızda dəyişikliklər baş verir, yaşlıq əlamətləri baş verir və müxtəlif səbəbləri var bunun. Yerin cazibə qüvvəsi, bağların boşalması nəticəsində, həcmin azalması nəticəsində, dərinin elastin sintezinin funksiyası zəiflədiyi üçün toxumalarımız sallanmağa başlayır, aşağıya doğru sallanır və bizim də əsas məqsədimiz bu sallanmış toxumaları əvvəlki vəziyyətinə qaldırmaq və həcmi bərpa etməkdir. Bunun üçün də həm endoskopik, həm açıq üsullarla əməliyyatlar icra edirik və bir zonalarda baş verən dəyişikliklər haqqında danışmaq istəyirəm bugün. Yuxarı üzdən başlasaq, yuxarı üzdə yaş artdıqca alında qırışlar əmələ gəlir, gicgah nahiyəsinin ptozu baş verir, qaşlar aşağıya doğru enməyə başlayır. Hətta göz yarığının forması belə dəyişir, gözün üstündə artıq dəri yaranır, pi paketlərinin yırtığı əmələ gəlir və bütün bunların qarşısını almaq üçün endoskopik yuxarı üz plastikası və üst blefaroplastik əməliyyatları icra edirik. Bu əməliyyatlar bəzi pasientlərə ola bilər ki, təkcə üst blefaroplastika lazım olsun. Bəzisinə ola bilər ki, heç üst blefaroplastikasız, yalnız yuxarı üz plastikası endoskopik icra olunsun. Bəzi pasientlər var ki, hər ikisi həm yuxarı üz plastikası, həm üst blefaroplastika birlikdə icra olunsun ki, daha yaxşı nəticə əldə olunsun. Məsələn, 40-45 yaşlı pasientlərdə xanımlarımıza fikir versəz, onların qaşları çox dinamik olur və daima qaşları yuxarı qaldırmağa çalışırlar ki, görmə sahəsi genişlənsin. Bu zamanda alında qırışlar əmələ gəlməyə başlayır və göz-qaş arası məsafə böyüyür. Ona görə bu xanımlara əgər biz təkcə blefaroplastik əməliyyatı icra eləsək, istədiyimiz, yəni o bizə köməkli eləyəcək, yəni o qaş-göz arası məsafəni qısaldacaq. Amma elə pasientlər var ki, bu əməliyyat onlara təklikdə icra etsəz, çox narazı olacaq, çünki qaş-göz arası məsafəsi, yenə deyirəm, kiçiləcək. Və blefaroplastika sırasında da əgər ehtiyac varsa, pi paketlərinə yalnız üst göz qapağındadırsa, yəni əməliyyat yalnız medial pi paketinə toxunuruq burada. Digər pi paketlərini toxunmuruq heç vaxt. Çünki bayaq da dediyim kimi toxuma nə qədər həcimlidirsə, o qədər cavan göstərir insanı. Nə qədər çökək olsa, həcimsiz olsa, bir o qədər də yaşlanmanı göstərən əlamətdir. Əksinə olaraq biz əməliyyat sırasında üzgərmədə, temporal lifting zamanı da lipofiling icra edərək həcmi bərpa edirik burada, yəni pilərə toxunmuruq. Aşağı blefaroplastikadan əgər danışırıqsa,
burada da əzələyə, yəni toxunmadan işləməliyik. Çünki əgər əzələyə toxunarsa, gələcəkdə mütləq yumru göz effekti əmələ gələcək. Alt blefaroplastika zamanı da kəsiləcək dərinin miqdarı çox önəmlidir. Yəni dərini nə qədər kəsəcəyimizdən asılı olaraq əməliyyatı, əməliyyat olunan nahiyəni əhatə edən toxumalara belə baxırıq ki, blefaroplastika ən sadə əməliyyatlardan biridir. Amma o qədər fəsadlaşmış yəni pasiyentlər görürük ki, üst, məsələn, qapaqda dərini daha çox kəsib, leqaftalm dediyimiz göz daim açıq formada gəzən pasiyentlər olur və yaxud alt göz qapağında ektropion göz qapağının çevrilməsi, aşağıya doğru dartılması, belə fəsadlar çox olur. Bəli, əməliyyat fəsadlarıdır. Düzdür, biz bunları bərpa edə bilirik, rekonstruksiyalar icra edirik, rekonstruksiya və əməliyyatlar. Amma yenə də pasiyent üçün bir stresdir. Yəni, nəinki estetik baxımdan, funksional cəhətdən də çox əziyyət çəkirlər. Onlar gözünü yuma bilmir, yata bilmir, göz quruyur, daima işığa həssas olur, infeksiya riskləri daha çox olur. Ona görə də yəni çox diqqətli olmaq lazımdır bu əməliyyatları keçirən zamanda. Buna başqa malyar torbalardan əgər danışsaq, malyar torbalar almacıq nahiyəsində olan üçbucaq formada şişkinliklərdir. Bu limfostaz nəticəsində əmələ gəlir. Bəzi xanımlarda genetik olaraq daha bəlirgin olur. Bəzilərində tutaq ki, çox su içsə, yatmamışdan və yaxud duzlu yesə və yaxud da yuxu rejimi pozğunluğu nəticəsində daha çox şişə bilir. Bunun da qarşısını almaq üçün bir sıra texnikalar var və biz ən radikal metodlara belə gedərək qarşısını almağa çalışırıq. Mikroliposuction icra edirik və s. Və çox zamanda öhdəsindən gəlirik. Amma ola bilir ki, məsələn, pasiyent əgər həyat rejimini dəyişmirsə filan, yenə də az miqdarda olsa da bu yəni şişkinliklər yenidən əmələ gələ bilsin. Orta üzə keçsək, orta üzdə yaşlanma ilə əlaqədar yanaq nahiyəsində aşağı doğru sallanmalar baş verir. Bu da ən çox pasiyentlərdə nazolabial şırım dediyimiz bu şırımın dərinləşməsi ilə özünü göstərir. Əslində bu nazolabial hamıda var. Yəni körpə uşağa da baxsaz, cavanlara da baxsaz, bəzən pasiyentlər lazımsız komplekslərlə müraciət edir. Hamıda olur. Yəni lazımsız komplekslə müraciət edir ki, bu şırım hamıda var. Yəni amma yaşla əlaqədar toxumalar aşağı düşdüyünə görə ağırlıq hesabına bu şırım daha da dərin olur. Və çox təəssüflər olsun ki, xanımlarımız bunun qarşısını almaq üçün bəzən həmin nahiyəyə fillerlər vururlar və bu fillerlər vəziyyəti daha da ağırlaşdırır. Nə ola bilər? Ağırlığı daha da artıraraq birazdan o şırım daha dərinləşir və səthi vurularsa əgər uzunsov hissə kimi vizual olaraq görünməyə başlayır hətta. Ona görə də bu problemin bir həll yolu var, o da yanaq nahiyəsinin liftinqədə. Orta üst plastikası. Bəli. Çox zaman bu şırımı problem kimi xanımlar görür, amma onun səbəbini məhz başa düşmürlər ki, bunun səbəbi məhz yanaq nahiyəsinin aşağıya doğru sallanmasıdır. Yanağı qaldıran kimi həmin görürsünüz ki, həmin o nazolabialda normallaşır. Necə başa düşək? Onun üçün üz anatomiyasını, strukturasını bilmək lazımdır. Bu da həkimlərin biləcəyi bir işdir. Dedik, 3 yerə bölürük. Üst plastikası. Üst tərəfinə aiddir. Alın, qaşlar, göz, qaşlar, üst göz qapağı. Göz qapaqları. Alt artıq ortaya aiddir. Orta üst plastikası. Bəli. Deməli, alt göz qapağının əməliyyatı, yanaq. Bəli, bunlar orta üst plastikasıdır. Bir də aşağı üst plastikası. Aşağıda nələr baş verir qocalıq, yaşlanma əlaqədar. Deməli, ağız bucaqları aşağıya doğru enməyə başlayır. Dodanlar nazikləşir. Nəsə əmələ gəlir. O nədən irəli? Bəli, indi danışacağım onu da. O da putozdur. O da putozdur, bəli. Toxumaların putozudur və smas plastika nəticəsində aradan qaldırılır həmin o hissəciklər. Bəli, mümkündür. Bir çoxlarında var da bu hissədə özünüz də hiss edirsiniz ki, əvvəlki görüntüdən fərqli belə yanaqda bəli, yaşlanma ilə əlaqədar çənə konturları itməyə başlayır. Və bunların da qarşısını çox təəssüf ki, bəli, elə olur. Sonra da deformasiyalar əmələ gəlməyə başlayır. Və bunların da vurmaq lazımdır ki, bəlli bir simmetrik
bir həcm alasan. Və bunların Bütün da gərək qarşısını kosmetik almaq üçün yəni dodaqda əgər nazilmə varsa lipofiling eləyə bilirik. Burun dodaq məsafəsi çox böyükdürsə, bulxorun əməliyyatı eləyə bilirik həmin xanımlara və yaxud da həmin bu nahiyələrdə dediyimiz çənə konturları itibsə, smas plastika icra edirik və bununla da çənə xətti, gözəl çənə xətti əldə edirik. Amma bu çənə xəttinin daha da maksimal gözəl görünməsi üçün boyun plastikası da icra etmək lazımdır. Əgər siz güzgü qarşısında dursanız, aşağı üz nahiyənizi dartsaz, görəcəksiniz ki, çənə xətti ortaya çıxdı. Amma bu çənə aşağı ilə bərabər o boyunu da dartsaz, onda fikir verəcəksiniz ki, lap belə gözəl, maksimal nəticə əldə olunur. Ona görə də aşağı üz plastikası ilə boyun plastikasını yox, həm aşağını, həm boyunu birlikdə dartanda. Yox, boyunu demirəm. Üstü, özümə görə bir şəkil yaradıram. Başa düşdüm. Tamam dəyişir insan. Tamam dəyişir və bir də nəyi demək istəyirəm? Üzdə bütün zonalar bir-biri ilə qarşılıqlı əlaqədə olur. Məsələn, eyni estetik vahidlər var. Yuxarı üzlə yuxarı göz qapağı. Alt göz qapağı ilə orta üz və aşağı üzlə boyun. Bunlar eyni estetik vahidlərdir və yaxşı olar ki, əməliyyatı, yəni iki zonanı birlikdə əməliyyat olunsun. Düzdür, bəzi istisnalar var. Hər birində fərqli metodikalardır. Hər birində bəli, fərqli metodikalarla icra edilir. Yəni bir üzü total əməliyyat etmək üçün bir neçə metodika. Hər zonaya fərqli yanaşırıq. O qədər də asan deyil. Məsələn, ona görə bir çox insanlarda, elə sosialda, daha çox nə yaxşı ki, bu sosial var, görüb xəbərdar oluruq, pisi yaxşıdan ayırt edə bilirik. Kobud tikişlər, izlər, yəni bilib-bilmədən, indi biz burada niyə dərinliyini, izahını veririk, strukturu, üçün metodikalardan həkim xatırladır ki, bunun üçün xüsusi əməliyyatlar var, izlər olmasın, kəsiklər bilinməsin deyə. Elə adı üzərində estetik plastik əməliyyat. Yəni, plastik əməliyyatların da estetik tərəfi olmalıdır. Buyurun, doktor. Bəli. Və aşağı üzdə də baş verən bu yaşlılıq əlamətlərini götürmək üçün dediyim kimi ağız, məsələn, bucağını aşağıya doğru çəkən əzələləri rezeksiya edirik, bulxorn edirik dediyim kimi ehtiyacı olsa və yaxud da smas plastika icra edirik və smas təbəqədə işləyərək aşağı zonanı tamamən gəncləşdirmiş oluruq və bu zamanda məhz yenə vurğuluyuram ki, alt toxumaları dartırıq, dərini isə nə qədər artıq lazımdırsa, nə qədər artıqlıq varsa, o qədər kəsərək götürürük. Boyun isə düzdür, aşağı üzlə boyun eyni, yəni estetik vahiddir, amma boyun özü-özlüyündə də çox vacib bir hissədir. Nəinki xanımlarda, bəylərdə də çox problemlərlə qarşılaşırıq, bəyləri də çox narahat edən bir zonadır boyun və bu zamanda yenə də dərin toxumalarda işləyirik, əzələ plastikası icra edərək platizma plastika edirik və əgər cavandırsa pasiyent artıq köhnə metodlarla böyük kəsiklər aparmağa ehtiyac qalmır. Yalnız qulağın arxasından və çənənin altından balaca bir kəsik icra etməklə cavan yaşlarda da boyun plastikası icra eləmiş oluruq və yaxud da aşağı üzdə tutaq ki, çənədə hər hansı bir problem varsa, çənə çatışmazlığı varsa, bunu bərpa edə bilirik. Çənənin önə doğru olması varsa, arxaya çəkirik. Yəni, bütün bunları kompleks şəkildə icra edə bilirik. Konkret yaş demək mümkün deyil. Çünki hər yaşda bu əməliyyatları etmək mümkündür. Bəli. Sadəcə dediyimiz effekti daha gözəl şəkildə əldə etmək üçün bəlli yaşlar var ki, gecikdirmədən o yaşlarda müraciətlər qəbul olunur. Əgər üz gəncləşdirmədən söhbət gedirsə, yaxşı olar ki, 46 yaşından başlayaraq və 50 yaşına kimi müraciət eləsinlər ki, xanımlar, həm də dərinin keyfiyyəti, elastin sintez etmə qabiliyyəti bu zaman olduğu üçün əməliyyatlar daha yaxşı nəticələr verir. Amma yaşı çox olan pasiyentlər də əlbəttə müraciət edə bilərlər. 70 yaşda belə pasiyentlərimiz olur. Amma cavan yaşda da əlbəttə ki, üz gözəlləşdirmə məqsədi ilə pasiyentlər müraciət edə bilərlər. Elə problemlər var ki, siz gözləməməlisiniz ki, yaşınız artsın, ondan sonra müraciət edəsiniz plastik cərraha. Hər hansı bir özünüzdə anatomik qüsurlar varsa, bəyənmədiyiniz və özünüzdə bəyənmədiyiniz hər hansı bir hissələr varsa, bunu da
cavan yaşlarda əlbəttə ki, göstəriş varsa icra edib, əməliyyatları icra edib, bunun da qarşısını almaq mümkündür. Deməli, bizə bütün bu sadaladığım problemləri yaradan nədir? Yaş, genetik xüsusiyyətlər dedik, Dərinin kökəlib arıqlamaq, bəli, bir də hormonal problemlər, başqa nə yarada bilər bizdə bunları? Yaşla əlaqədar onsuz da, yəni bu gecikdirmələrdir. fizioloji bir şeydir. Yaşlanma fizioloji bir şeydir. Yəni bütün xanımlarda bu proseslər gedir. Gec-tez. Gec-tez, bəli, ola bilər ki, kimdəsə daha tez başlayır, ola bilər ki, bir neçə il sonra başlayır. Yəni amma bu, yəni fizioloji bir prosesdir. Ona görə də bunun qarşısını ala bilmərik və ən çox da xanımlar nədən narahat olur? Tam dəyişəcəklərindən, başqa adam olacaqlarından qorxurlar bəzən. Amma biz onlara da izah edirik ki, bu əməliyyatlardan sonra heç bir süni, vulqar görüntü olmayacaq. Yəni, tam təbii siz 10 yaş, 15 yaş əvvəlki versiyanıza qayıdacaqsınız. Yəni, plastik əməliyyat dedikdə üzünüzü tamamən dəyişmək yox, gözəlliyinizi biraz daha önə çıxarmaq deməkdir bu əməliyyatlar. Yəni, əsl plastik əməliyyatdan sonra əməliyyat olunduğunuzu belə heç kim hiss etməməlidir. Yəni, o süni görüntülər və s. bunlar hamısı əməliyyat fəsadlarıdır. Yəni, əsl əməliyyat nəticəsi üzünüzdə olan dəyişikliyi hiss olunmalıdır, amma nə dəyişikliyi, cərrahi müdaxilənin olduğunu belə heç kim hiss etməməlidir. Doktor, həyatımız boyu, indi Allah ömür versin, hər kəs uzun ömürlü yaşasın, amma neçə dəfə təkrarlana bilər? Belə bir sual verim sizə. Hər halda burada dəri elastikliyini, kollagenini, yaşı, fərdi xüsusiyyətləri nəzərə alaraq bir cərrah... Əslində, üz gəncləşdirmə əməliyyatı protokollara görə 46-49-da ən ideal başlayır. Bu birinci əməliyyat. İkinci əməliyyat 60-da, üçüncü əməliyyat 70-də olmalıdır əslində. Elə xanım var ki, onu tam qane edir. Məsələn, o bir dəfə əməliyyat eləyir və onu artıq qane edir. Bunun üzərinə yaşlaşır və o bunu qane eləyir. Amma elə pasiyent var ki, daha da gözəl görünmək istəyir. 10 il keçir, bir daha gəlir, korreksiya kimi ona yenə də təkrar əməliyyat icra ediriksə, bu artıq ilk əməliyyat kimi çox belə dərin strukturlarda işlənmir. Artıq daha yüngül olur əməliyyat, reabilitasiya müddəti də daha qısa olur, amma nəticə maksimal olur, gözəl olur. Yəni, pasiyentin istəyindən asılı olan bir şeydir. Doktor, indi hal-hazırda foto şəkillər və əməliyyatların çox gözəl, mükəmməl hətta deyərim ki, nəticəsini görürük. Burada hansı əməliyyatlar icra olunubsa, biz dəfələrlə bu haqda danışmışıq, amma çox istəyərdim ki, bir daha xatırladaq və eyni ilə də vurğulayaq. Nəyə görə mən burada heç bir çaplıq izi, heç bir tikiş yeri və s. görmürəm? Yəni, sanki əməliyyat olmayıb, insan bir 20 il, 10 ildə yox, 20 il öncəsinə qayıdıb. Harada gizlətmişsiniz o tikişləri, kəsikləri? Bu pasiyentdə deməli, alt blefaroplastika, pi paketlərinin yerini dəyişməklə icra etmişik. Orta üz plastikası, smas plastika və boyun plastikası icra olunmuşdu. Çapıqlara gəldikdə isə ümumiyyətlə, əgər kəsik varsa dəridə, həmin nahiyədə mütləq iz qalır. Bu iz bir il müddətində yavaş-yavaş, əvvəl qırmızı rəngdə olur, sonra ağararaq gözlə görünməyəcək formaya gəlib çıxır. Amma üzdə icra olunan əməliyyatlarda önəmlisi odur ki, bu kəsikləri gizlin yerlərdən aparmaq. Məsələn, saçın içindən, qulağın içindən, qulağın arxasından, çənənin altından aparıldığı üçün bu kəsiklər gözlə görünmür. Amma yenə də çapığın əmələ gəlməsi həkimlə bağlı olan səbəblərdən də ola bilər, cərraha bağlı olmayan səbəblərdən də ola bilər. Məsələn, cərraha bağlı səbəblər nədir? Tikiş materialının seçilməsi, dəri altı toxumaları düzgün birləşdirməsindən və yaxud kəsiyin hansı istiqamətdə aparmasından, harada aparmasından, bunlar cərraha aid bağlı bir şeylərdir. Amma məsələn, dərinin tipindən də çox şey asılıdır, dərinin rəngindən də asılıdır. Əgər siz ağ dərilisinizsə, çapıq daha az görünəcək.
Bundan başqa elə orqanizm var ki, keloidə meyillidir. Məsələn, o kiçik bir cızıq olsa belə həmin nahiyədə çox kobud çapıqlar əmələ gəlir. Bunu əməliyyat öncəsində hər halda Bunu əməliyyat öncəsi bəli sorğu-sual edirik və bunun da protokollar üzrə müalicəsi mövcuddur. Daha görünməz vəziyyətə gətirmək mümkündür. Və yaxud pasiyentin özündən də asılı olan səbəblər var. Məsələn, elə pasiyent var, deyirik ki, günəşdən qorumaq lazımdır, tutaq ki, izi. Amma günəş qəbul edir və bundan sonra çapıq da tündləşir və sonra özü pasiyent ağarsa da çapığı tünd vəziyyətdə qalır. Bundan başqa yara baxımıdır, sarğılardır, tikişin hansı dövrdə sökülməyidir. Bunlar hamısı çapığın formalaşmasına təsir edən əlamətlərdir. Düzgün aparılmış bir kəsikdirsə, bir il müddətində ağararaq gözlə heç çətin görüləcək vəziyyətə gəlib çıxmalıdır bu çapıq. Sizə işlərinizə uğurlar arzu edirəm. Estetik, plastik və rekonstruktiv sahədə bilirəm ki, çox böyük rahatlıqla sizə güvənə bilərik. Əməliyyatın nəticələrini bir daha yayınladıram və hər kəs görsün. Xanımlar və bəylərə səslənmək istəyirəm. Əgər həqiqətən də gəncləşmək, cavanlaşmaq, 20 il öncəsinə, 30 il hətta deyərdim, yenə deyirəm, burada fərdi xüsusiyyətlərimiz var. Misal üçün, hər kəs öz bioloji yaşını, pasport yaşını uyğun görməyə bilər. Elə insan var ki, yaşından artıq görünür, elə insan var ki, yaşından daha gənc görünür. Məhz o insanlar bilsin ki, onlarda estetik əməliyyatın nəticəsi də uğurlu olar inşallah. Müraciətləri sadəcə vaxtında və doğru ünvana eləyək. Nəticələri gördükcə siz də doğru qərara gəlmiş olarsınız. Varmı doktor sonda demək istədiyiniz? Xanımlara demək istəyirəm ki, bütün xanımlar gözəldir və plastik əməliyyatlar yalnız onları dəyişmək üçün yox, gözəlliklərini biraz da gözəllik qatmaq üçündür. Və ən önəmlisi də onların sağlamlığıdır. Əlbəttə ki, tam sağlam vəziyyətdə pasiyentləri əməliyyat edirik. Hər hansı bir kənara çıxma filan varsa, onsuz da biz tamamən müayinə etdikdən sonra əməliyyatlarımızı icra edirik. Ona görə də müraciətlərini edə bilərlər. Yəni, tamamən bütün yoxlanışlar olduqdan sonra, yalnız bundan sonra əməliyyatı götürürük xanımlarımızın. Və hər bir əməliyyatın özünün bərpa dövrü var dedik. Doktor, bunu da xatırladaq. Əməliyyatın həcminə görə bərpa dövrü ölçülürsə, yəni bugün bir burun estetik əməliyyatının nəticəsini 6 ay ərzində gözləyiriksə, total üz gərmə əməliyyatının nəticəsinə nə qədər gözləsək doğru olar? 4 aydan sonra artıq nəticə görməyə 4 aya başlayırıq. qədər fotoşəkil çəkib paylaşmaq və ya özümüzü psixoloji sarsıntıya salmaq doğru bir şey deyil. Çünki günün birində ayılacaqsınız ki, sürpriz, yəni o qədər gözəl bir nəticə var ki, bunun üçün də müddət lazımdır. Tələsməyək. Doktor, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram. Bir daha xatırladım. Estetik, plastik və rekonstruktiv cərrah Sevinç İbrahimova studiyamızın həkim qonağı idi. National Prime Hospitalda fəaliyyətini davam etdirir. Buyurun, müraciətlərinizi edə bilərsiniz. Qısa aradan sonra yenidən qarşınızdayıq. Bugünkü pasiyentimizin 45 yaşı var, yuxarı orta üst plastikası və alt üst blefaroplastika planlamışıq bugünə. Gördüyünüz kimi hal-hazırda endoskopik yuxarı üst plastikasını icra edirik. National Prime Hospital, oftalmologiya, endoskopik plastik estetik cərrahiyyə, ortopediya və travmatologiya, nevrologiya, neyrocərrahiyyə, ümumi və bariatrik cərrahiyyə, qulaq, burun, boğaz və baş boyun cərrahiyyəsi, gastroenterologiya, urologiya, ginekologiya və ailə planlaşdırılması xidmətimizdədir.